İlk öncə bu iddianı edəndə baxmaq lazımdır Şah İsmayılın hakimiyyətə çıxdığı illərdə coğrafiyamıza. Şah İsmayıl hansı coğrafiyada taxta çıxıb və Şah İsmayılın devləti kimlərlə qonşu idi? Bizim əlçatan Azərbaycanın qonşuları kimlər idi və bizim üçün əlçatan qeyri-müsəlmanlar kimlər idi? Buna baxmaq lazımdır. Yəni Şah İsmayıl Macaristanla, Şah İsmayıl Polşa ilə, Şah İsmayıl İngiltərə ilə həmsərhəd bir bölgədə taxta çıxmayıb. Şah İsmayıl taxta çıxıb Təbriz şəhərində. Və o vaxtı da Azərbaycanın sərhədlərinə baxmaq lazımdır ki, Azərbaycan kimlərlə qonşu idi? Bir. İkincisi, Şah İsmayıl qeyri-müsəlmanla müharibə eləyib, məsələn, Gürcüstanla. Əlçatan qeyri-müsəlman devləti Gürcüstan idi. Gürcüstan çarları idi ki, Şəki hakimliyinin, Şəki əhalisinin imdadına yetişərək, şəkillər verir sizə, Şah İsmayıla müraciət edir ki, bəs Gürcülər azğınlaşıblar, bizi çapıb talayırlar. Şah İsmayıl buna görə Div Sultan Rumlu adlı sərkərdəsi 1521-ci ildə yollayır və Gürcü çarların məğlub edirlər. Qulaqlarından tutub gətirirlər şahın xidmətinə. Yəni bu iftiranı şaha tənə kimi atırlar ki, bəs Şah İsmayıl ancaq müsəlmanlarla döyüşüb. Qardaş, Şah İsmayılın pilotsuz uçan aparatı yox idi. 1503-cü ildə Təbrizdə oturub Britaniya ilə müharibə eləsin.